Hər vaxtınız xeyir olsun müəllimlər. Bugünkü dərsimiz metakognitiv bacarıqların formalaşdırılması metodikasıdır. Metakognitiv bacarıqları necə formalaşdıra bilərik? Gəlin baxaq. Deməli, metakognitiv bacarıqlar təsadüfi şəkildə deyil, şüurlu və planlı şəkildə formalaşır. Deməli, şagird biliyi əldə etməyi deyil, bu biliyi necə qazandığını, hansı strategiyalardan, hansı addımlardan istifadə etdiyini dərk etdiyində metakognitiv baş verir. Metakognitiv bacarıqları formalaşdırmaq bir dərs müddətində baş vermir. O ancaq davamlılıq tələb edir. Deməli, metakognitiv bacarıqları uşaq yaşlarından inkişaf etdirməyə başlamalıyıq. Bu bacarıq şagirdlərdə onun öyrənmə prosesində pasiv yox, aktiv iştirakçıya çevirir. Bir sözlə, metakognitiv bacarıqlar nədir? Metakognitiv bacarıq insanın özü haqqında məlumatlı olması, öz idraki proseslərindən xəbərdar olması, onların bir-biri əlaqələndirilməsi və özü-özünə daha doğru, daha düzgün yolu seçməsidir. Şagirdlərdə metakognitiv bacarıqları necə inkişaf etdirmək olar? Gəlin baxaq. Əgər biz hər hansı bir şagirdimizdə öz güvan problemi olduğunu görürük, onların uğursuzluqlarından məyus olduğunu, depressiya düşdüyünü müşahidə edirik, amma biz şagirddə metakognitiv bacarıqları formalaşdırsaq, onların güclü və zəif tərəflərini aydınlaşdırmağa istiqamət versək, planlarına yenidən baxmaq üçün yol göstərsək, yəni bir sözlə fasilitatorluq etsək, onlarda metakognitiv bacarıqları inkişaf etdirə bilərik. Metakognitiv bacarıqları bəs tədrisə necə müsbət təsir var? Əgər şagird uğursuzluq yaşayırsa, öyrənə bilməyəcəyini anlayırsa və biz müəllimlər onlara güclü və zəif tərəflərini tapmasında kömək etsək, öz fəaliyyətini mühakimə etməsinə şərait yarada bilsək, təbii ki, o şagirddə dərsə marağı artacaq və öyrənməyə adaptasiya olacaq. Bu da şagirddə tədrisə çox böyük müsbət təsiri olacaq. Gəlin baxaq görək, müəllimə, metakognitiv bacarığın neçə növü var? Özünü monitorinq, özünü tənzimləmə və özünü qiymətləndirmə. Deməli, gəlin baxaq görək, indi özünü monitorinq nədir? Özünü monitorinq tapşırıq zamanı insanın öz hərəkətlərini, davranışlarını və idraki proseslərini müşahidə etmək və izləməkdən ibarətdir. Deməli, özünü monitorinqdə, yəni öz fəaliyyətini müşahidə edir, yerinə yetirdiyi hər hansı bir işi izləyirsə, deməli, şagirddə özünü monitorinq bacarığı formalaşmış olur. Qısaca belə yadda saxlayaq, mən öz işimi, öz fəaliyyətimi haqqında məlumat toplayıram və özümü kənardan duraraq izləyirəm, müşahidə edirəm. Deməli, özünü monitorinq mərhələsinin özünün 3 komponenti var. Bu komponentlər hansılardır? Müşahidə, agah olmaq və rəy vermək. Deməli, müşahidə nədir? Müşahidə odur ki, biz nə etdiyimizə, necə etdiyimizə və nəticələrə fəal şəkildə diqqət yetiririk, müşahidə edirik. Sanki özümüzü kənardan baxırıq, öz fəaliyyətimizi, öz hərəkətlərimizi, öz davranışlarımızı müşahidə edirik və diqqət yetiririk. Müşahidə komponentinin əsas xüsusiyyəti budur ki, diqqət yetiririk və sanki özümüzü kənardan duraraq öz fəaliyyətimizi müşahidə edirik. Deməli, istər günlük, istər şəxsi həyatımızda olsun, istər peşəkar fəaliyyətimizdə olsun, özümüzün nə etdiyimizə, davranışlarımızın necə olduğuna, nələrin baş verdiyinə diqqət yetirməklə biz özünü müşahidə edib məlumat toplaya bilərik. Deməli, müşahidə nə oldu? Sadəcə özümüzü kənardan izləməyimiz, diqqət yetirməyimiz və müşahidə etməyimizdir. Sonra gəlirik ikinci komponentimiz olan agah olmaq. Agah olmaq nədir? Tapşırıq və ya öyrənmə zamanı nə baş verdiyini bilirik və prosesdən agah oluruq. Sanki biz özümüzün hərəkətlərimizin, özümüzün davranışlarımız haqqında məlumat topladıqdan sonra biz nəyin səhv olduğunu, nəyin düz olduğunu, nəyi bilib bilmədiyimizin artıq fərqinə varırıq, agah oluruq. Yəni bir sözlə
gedişatla bağlı məlumatlı olmağınıza imkan verir. Deməli, müşahidə nə oldu? Sadəcə özümüzü müşahidə etmək, öz hərəkətlərimizə diqqət yetirmək, özümüzü kənardan izləməkdir. Agah olmaq nədir? Bizim proses zamanı nəyi bilib, nəyi bilmədiyimiz haqqında artıq agah olmaq, səhvimizin harda olduğunu, düzümüzün harda olduğunu fərqinə varmaqdır. Sonra gəlirik rey komponentinə. Rey nədir? Rey odur ki, biz işimizi görərkən, öz fəaliyyətimizi yerinə yetirərkən ətrafdakılardan artıq rəy alırıq. Biz bu rəyi şifahi və yoxud da yazılı şəkildə ala bilərik. Bu rəyi biz müəllimdən də ala bilərik, sinif yoldaşımızdan ala bilərik, valideynlərimizdən ala bilərik. Deməli, artıq biz öz işimiz barəsində, öz fəaliyyətimiz barəsində rəy alırıqsa və deməli, rəy alandan sonra biz heç diqqət yetirmədiyimiz məqamlarla bağlı hər hansı bir səhvimizlə bağlı ətraflı məlumat əldə edə bilərik. Deməli, özünü monitorinqin 3 komponenti oldu. Müşahidə, agah olmaq və rəy. Müşahidə nə oldu? Özümüzü artıq sadəcə müşahidə edirik. Özümüzün hərəkətlərimizə diqqət yetiririk və izləyirik. Agah olmaqda nə oldu? Proses və ya öyrənmə zamanı biz nəyi bilib bilmədiyimiz haqqında artıq məlumatlı oluruq. Nəyi səhv edib, nəyi düz etdiyimizin fərqinə varırıq və proseslərin gedişatından artıq agah oluruq. Sonra gəlir rəy. Rəy də odur ki, biz öz işimizlə, öz fəaliyyətimizlə bağlı ətrafdakılardan artıq rəy alırıq. Rəy alan zaman nə baş verir? Biz harda çətinliyimiz var, harda səhvimiz var, o haqda məlumat toplayırıq. Deməli, ikinci mərhələmiz olur özünü tənzimləmə. Özünü tənzimləmə nədir? Biz tənzimləmə sözündən artıq bu sözü özünü idarə etmə kimi də başa düşə bilərik. Yəni ki, hər bir insana lazım olan bir bacarıqdır. Hər bir insan, istər hisslərimiz olsun, istər hərəkətlərimiz olsun, hər kəs özünü tənzimləməyi bacarmalıdır. Əgər mən özümə nəzarət edə bilirəmsə, məqsədlər müəyyən edə bilirəmsə, planlar qururamsa, bunların hər biri özünü tənzimləmədə yer alır. Deməli, özünü tənzimləmə nədir? İnsanın məqsədə çatmaq üçün idrakını, emosional vəziyyətini və davranışını nəzarətdə saxlamağı və idarə etməsidir. Özünü tənzimləmənin özünün 4 komponenti var. Məqsədin müəyyən edilməsi, planlaşdırma, emosional tənzimləmə, uyğunlaşma. Gəlin baxaq görək, məqsədin müəyyən edilməsi nədir? Məqsədin müəyyən edilməsi odur ki, əvvəlcə biz bir işi görməzdən əvvəl məqsəd müəyyən etməliyik. Məqsədə çatmaq üçün əlimizdən gələni ediriksə, deməli biz artıq məqsədimizə çatacağıq. Belə deyək ki, indi bəzi müəllimlər MİQ imtahanına hazırlaşır, bəzi müəllimlər sertifikasiya imtahanına hazırlaşır. Deməli biz qarşımıza nə etmişik? Məqsəd qoymuşuq. Bizim məqsədimiz nədir? Məqsəd qoymuşuq ki, sertifikasiya imtahanında yüksək bal toplayacağıq və yaxud da MİQ imtahanında yüksək bal toplayacağıq. Bu bizim məqsədimizdir. Biz bu məqsədi artıq qarşımıza qoymuşuq. Məqsədimizi müəyyən etmişik. Məqsədin müəyyənləşdirəndə biz həmin məqsəd bizim davranışımızı, fəaliyyətimizi daha da effektiv istiqamətləndirə bilər. Bu da bizim özümüzü tənzimləməmizə təsir edir. Sonra gəlir planlaşdırma. Planlaşdırma nədir? Biz hər hansı bir işi görməzdən əvvəl məqsəd müəyyən etmişik və bu məqsədə çatmaq üçün nə etməliyik? Strategiyadan istifadə edərək planlar qururuq, strategiya seçirik ki, məqsədimizə çataq. Hər bir insanın məqsədə çatmaq üçün bir planı olmalıdır. Planlı fəaliyyət nəticənin nə olmasından asılı olmayaraq həmişə faydalıdır. Yəni ki, biz bir işi görməzdən əvvəl işimizi planlı görməliyik ki, məqsədimizə də çataq. Şagirdlərdə də özünü səmərəli idarə etməsində planlı fəaliyyətin özünün çox müsbət təsiri var. Yəni ki, işi görməzdən əvvəlcə məqsəd müəyyən etməliyik və məqsədimizə çatmaq üçün plan qurmalıyıq, strategiya qurmalıyıq. Deməli, biz müəllimlər
MİQ imtahanına hazırlaşan və yaxud da sertifikasiya imtahanına hazırlaşan müəllimlər əvvəlcə qarşılarına məqsəd qoyublar ki, biz yüksək bal toplamalıyıq. Bu yüksək bal toplamaq üçün nə etməliyik? Plan qururuq. Planımız nədir? Kurikuluma hazırlaşırıq və yaxud da ixtisasdan hazırlaşırıq. Deməli, bizim plan qurmağımız məqsədə çatmağımızda çox böyük müsbət rolu var. Sonra gəlir emosional tənzimləmə. Emosional tənzimləmə nədir? Fəaliyyət zamanı biz müxtəlif problemlərlə qarşılaşa bilərik, uğursuzluqla qarşılaşa bilərik. Bu zaman nə etməliyik? Biz öz hisslərimizi, öz emosiyalarımızı, reaksiyalarımızı tənzimləməyi bacarmalıyıq. Uğurlu olanda sevinə bilərik, uğursuz olanda həddindən artıq kədərlənə bilərik. Bu zaman biz öz hisslərimizi tənzimləməliyik. Bu bacarıq şagirdlərdə həyatında onlara həmişə lazım olur. Deməli, emosional tənzimləmə nə oldu? Biz öz hisslərimizi, öz emosiyalarımızı cilovlamağı bacarmalıyıq. Məsələn, biz hazırlaşanda, indi bəzi müəllimlər olur ki, deyir ki, kurikulum çətin gəlir, mən hazırlaşa bilmirəm, anlaya bilmirəm, başa düşə bilmirəm. Bu zaman nə edir? Onda öz daxili motivasiyasından düşür. Bu da özünü tənzimləməyə çox mənfi təsir göstərir. Biz nə etməliyik? Uğursuzluqlara qapılmamalıyıq, məyus olmamalıyıq, öz hisslərimizi cilovlamalıyıq. Əvvəlcə məqsəd müəyyən etməliyik, məqsədə çatmaq üçün planlar qurmalıyıq. Bu planlarımızı qurandan sonra hər hansı bir çətinliklə qarşılaşanda məyus olmamalıyıq. Öz hisslərimizi, öz emosiyalarımızı tənzimləməliyik. Sonra gəlir uyğunlaşma komponenti. Uyğunlaşma nədir? Biz kənardan aldığımız rəylər və dəyişən şərtlər əsasında istifadə edilən strategiyalarımıza dəyişiklik edə bilərik. Biz kənardan aldığımız rəylər əsasında, məsələn, bizə deyilə bilər ki, sən bu getdiyin yol düzgün deyil və yaxud da sənin seçdiyin yol heç strateji deyil. Biz kənardan aldığımız rəylər əsasında öz strategiyalarımıza, öz planlarımıza dəyişiklik edə bilərik. Bu da olur uyğunlaşma komponenti. Sonra gəlir 3-cü mərhələmiz olan özünü qiymətləndirmə. Özünü qiymətləndirmə də artıq adından da göründüyü kimi biz öz işimizi, öz fəaliyyətimizi artıq mühakimə yürüdərək qiymətləndiririk. Qiymətləndirmənin də özünün 2 komponenti var. Qiymətləndirmə və refleksiya. Qiymətləndirmə odur ki, şagird işini və öyrənmənin keyfiyyəti haqqında mühakimə yürüdür. Fəaliyyətlərinin keyfiyyəti haqqında etibarlı meyarlar əsasında fikir yürüdərkən şagirdin mühakimə bacarığı inkişaf edir. Deməli, nəticədə nə baş verir? Şagird öz işini qiymətləndirmiş olur. Refleksiya da odur ki, şagird nə öyrəndiyi, necə öyrəndiyi, həmçinin nələri təkmilləşdirməli olduğu haqqında tənqidi düşünür. Şagird davamlı olaraq öz fəaliyyətinin müxtəlif aspektləri haqqında refleksiya edəndə, yəni rasional şəkildə düşünəndə, təhlil edəndə özünün üstünlüklərini və çatışmamazlıqlarını müəyyənləşdirmiş olur. Deməli, artıq refleksiya nədir? Refleksiyada şagird özünü refleksiya edir, özünə suallar verir, özünə tənqidi düşünür və öz çatışmamazlıqlarını və yaxud da üstünlüklərini müəyyənləşdirmiş olur. Bu da oldu metakognitiv bacarıqların növləri. Hansılar oldu? Özünü monitorinq, özünü tənzimləmə və qiymətləndirmə. Özünü monitorinqin 3 komponenti oldu. Müşahidə, agah olmaq, rəy. Özünü tənzimləmənin 4 dənə komponenti oldu. Məqsədin müəyyən edilməsi, planlaşdırma, emosional tənzimləmə və uyğunlaşma. Özünü qiymətləndirmənin də 2 komponenti oldu. Qiymətləndirmə və refleksiya. Deməli, metakognitiv bacarıqları şagirddə formalaşdırmaq, inkişaf etdirmək üçün nə etməliyik? Bu 3 mərhələni onlarda inkişaf etdirməliyik. Sonda gəlirik müəllimlər metakognitiv bacarıqları formalaşdırmaq üçün olan strategiyalara. Burada görürük ki, 6 dənə strategiya verilir. Birincisi, açıq metakognitiv modelləşdirmə.
İkinci, planla, izlə, qiymətləndir dövrü. Üçüncü, səhvlər üzərində öyrənmə, strategiya müqayisəsi, özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmə. Altıncı isə refleksiyanın aparılması. Birinci strategiyamıza baxırıq. Birinci strategiyamız nədir? Açıq metakognitiv modelləşdirmə. Bu strategiyada müəllim tapşırığı yerinə yetirərkən səsli düşünür. Tapşırığı məsələn qarşısına qoyur və tapşırığı edərkən belə deyir, səsli düşünür. Mən ilk növbədə nə etməliyəm? Tapşırığın mətnini diqqətlə oxumalıyam ki, məndən nə istənildiyini dəqiq biləm. Sonra buradan iki variant var. Deməli, mən bu iki variantdan ən asan görünəni seçməliyəm, yoxlamalıyam. Və bu strategiya demək işə yaramadı. Mən keçməliyəm ikinci strategiyama. Bununla da müəllim bir növ şagirdə rol model rolunu oynayır. Yəni səsli düşünərək tapşırığı necə etmək lazım olduğunu şagirdə öyrədir. Sonra gəlir ikinci planla izlə qiymətləndirmə dövrü. Bu da baş hərflərindən qısaldılmış formada, yəni PIK modeli kimi adlandırılır. Bu üsulda məqsəd nədir? Şagirdlərin öyrənməyə bir strukturla yanaşmasını formalaşdırmaqdır. Müəllim şagirdlərə öyrədir ki, tapşırığı etmədən öncə onu planla, sonra planını izlə və sonda qiymətləndir. Əvvəlcə şagird neynir? Plan qurur. Plan qurur ki, bu tapşırıqda məqsədim nədir? Hansı strategiyanı seçəcəyəm? Və planı qurandan sonra şagird planını izləyir ki, mən nəyi düz etmədim, harda çaşdım, harda səhvə yol verdim. Və artıq planı izləyəndən sonra şagird qiymətləndirir. Bu planım mənim nə işə yaradı? Növbəti dəfə nəyi dəyişməliyəm? Bu kimi suallarla şagird həm plan qurdu, planı qurandan sonra izlədi və sonda qiymətləndirdi. Bu da oldu PIK modeli. Yəni planla, izlə, qiymətləndir dövrü. Sonra gəlir üçüncü olan səhvlər üzərində öyrənmə. Bu strategiya şagirdlərə səhvlərini uğursuzluq kimi yox, məlumat mənbəyi kimi görməyi öyrədir. Yəni artıq şagird səhvləri üzərində işləyəndə, artıq harda səhv elədiyini görür və həmin səhv üzərində işləyəndə artıq səhvlərindən öyrənmə baş verir. Və səhv etmə səbəbim nələrdir? Səhvim nə idi? Kimi özünə suallar verir. Bu zaman şagird nə edir? Səhvlər üzərində öyrənir. Sonra gəlir dördüncü strategiya müqayisəsi. Bu strategiya şagirdlərə imkan verir ki, tapşırığın yalnız bir həlli yolu var. Anlayışından uzaqlaşsınlar. Yəni ki, tapşırığı həll edərkən bir üsuldan yox, bir neçə üsuldan istifadə edə bilərlər. Yəni ki, şagirdlər anlamalıdırlar ki, tapşırığı həll edərkən biz hansı strategiyadan istifadə etməliyik, hansı yollardan istifadə etməliyik. Yalnız bir həlli yolu yox, bir neçə həlli yol olduğunu anlasınlar və müqayisə etsinlər. Sonra gəlir 5-ci olan özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmə. Özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmə odur ki, müəllimlər, yəni dərs müddətində bizi yalnız müəllim qiymətləndirməli deyil. Yəni sinif mühitində tək müəllim qiymətləndirmə etmir. Həm şagirdlər öz-özlərinə qiymətləndirə bilirlər, həm qarşılıqlı qiymətləndirmə edə bilirlər. Deməli, şagirdlər qarşılıqlı qiymətləndirməni edəndə rubriklərdən istifadə etməlidirlər. Bu rubrikləri də müəllim onlara təqdim etməlidir. Və deməli, şagirdlər özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmə zamanı rubriklərdən istifadə edirlər və öz fəaliyyətlərini meyarlara əsasən dəyərləndirirlər. Bununla da şagirddə metakognitiv bacarıqlar inkişaf etmiş olur. Və 6-cı strategiyamız odur ki, refleksiyanın aparılması. Refleksiya üsulları şagirdlərə öz fəaliyyətlərinə nəzər salmağa, öyrənmələri haqqında ətraflı məlumat toplamağa, ümumilikdə özləri barədə aydın və dəqiq təsəvvürlərin formalaşmasına xidmət edir. Refleksiya üsulları da odur ki,
3-2-1, cümlə kökləri, çıxış biletləri və s. Deməli, beləliklə, metaqognitiv bacarıqların formalaşdırılması təsadüfi deyil, sistemli, mərhələli və məqsədyönlü yanaşma tələb edən bir prosesdir. Deməli, metaqognitiv bacarıqlar haqqında bu qədər müəllimlər. Sağ olun, gələn dərslərə qədər.